Hansın cəsəddir? Ben reis. Ama onunla dostluğum bir təzət deyəsən. Niyə, nə olar? İndi zamanı çox dəyişmir. İnsanları tanımaq olmur, başa düşürsən. Kim bıraktı seni içeri? Başa düşmədiniz. Mənim nömrəmi kimdən alıb? Bəlkə özün vermirsən. Sən onu necə bəyənirsən? Ümumiyyətlə, mənlə Ümidin arasında fərqi görürsən. Kişi tez-tez sürüldün maşın. Yo, çoktan da sürmürdü. Yine neçə vakti kaldı burada. Başın ağrımağı yaxşı dəsinmə. Demək başın var. Mənim nə var? Yox. Salam aleyküm. Aleykümselam. Nə lazım idi dədə? Ümidi tanıyırsınız. Tanıyırıq. Necə bə? Bugündən sonra heç biriniz Ümidin yanında görmürəm. Aydındır. Aydın deyil. Sən kimsən dayı? Müəllim. Nə müəllimi? Bədən tərbiyəsi müəllimi. Sağ olun. Vüqa. Benim müəllimimiz çatışmırlar ha. Müəllim. Ay salam aleyküm.
Aleyküm selam. Mən hələ bazarlıq eləməli idim uşaqlar üçün. Dedim hələ xeyri sənə verim. Ne lazım? Kalbasadan, saskadan, sonra greçkadan, mreçkadan, makaronla verməşil. Görsən, Vermeşil hırda yoksa büyük. kurutmayın. Kitab oxuyorsan, Hellas. O senin başı için değil Cahangir. Orada sən hələ ustalıqdan iki şey miras qalıb bana. Bir kitab oxumaq, bir də dülgərlik. Ay, sağ ol. Bir də şirini, vitaminli şeylərdən uşaqlar üçün çək görək. Axır zamanlar yaman qarğıkeş olubsan, Cahangir. Allah xeyir eləsin. Rəhmətli Qədir sağ olanda ayaqların heç bu yanlara dəymirdi. İndi nə olub sana? Xeyirdir. Sən elə şeylər bilmərsən. Bu ailə söhbətidir. Səndən ailə qədri bilən olmuşsan. Ailə qədri bilsəydin, indi sən çoxdan baba olmuşdun. Baba nəvələrinlə oynayırdın. Götür buradan cəhənnem ol buradan. Dayan. Rədd ol lazımda respekt dəyişir sana baş ver. Geri. Bir də ayağın burada dəyməsin. Axmağın biri axmaq. Ağzına danışır. Baba olanda. Cəhənnem ol buradan. Oldu. Ümit, gece ne vakit gelmişsin eve? Sənə görə uşaq yatmayayım, elə mən də. Nə vaxta qədər belə olacaq? Hı? Bir də belə gec gəlsəm qapını açmayacağam. Sonra demək ki, deməmişəm. Bağışla xəyali. Söz vermişdim, sözümü tuta bilmədim. Amma söz verirəm ki, bugün səni gəzməyə aparacam. Cahangir sənsən? Gel görün. Üzvü görək, Ümid. Axır vaxtlar səni öydə tapmaq da olmur. Xeyirdir. Hə? Elə bil otel zatdı bunun üçün. Yatandan yatana gəlir. Sən necəsən?
Əskərov, necəsən? Nə var, nə yox? Mənə bax, yerindəsən? Deməli bir kitab var, üstündə qan ləkəsi. Təcili mənə DNT testi lazımdır. Oldu, gəlirəm. Gedirəm Əskərovun yanına, sən də o sənədi yaz qutarda, vaxtımız azdır. Evet. Benim güzel babama ne verirsin babacığım? Vermeyeceğim. Al. 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 Ver babaya. Ver. Ver baba bir tane de verelim. Sağ ol, sağ ol, sağ ol. Yatırsan. Sağ ol, ben böyle. Necəsən? Yaxşıyam. Hara gedirsin? Heç gəzməyə gedirik. Xəyaliyə söz vermişdim o aparacaq. Lap yaxşı. Gedincəzi. Amma qaydanda yadından çıxarmayın. Gələrsən emalatxanaya, sənə hədiyyə söz vermişdim. Onu alacaqsın. Yaxşı. Sağ ol, böyle. Sağ ol, ağıllı qalın. Ehtiyatlı olun. Yaxşı. Get. Qaqaş, Aynur gələcək? Yo, dedi gələ bilməyəcək. İşi var. Niyə? Nə bilim, dedi anası ilə arası gedəcək ona görə. Nə pis oldu. Aynurla gəzəndə maraqlı olur. Eybi yox, gələn səfər çağıraram, yaxşı? İndi özümüz gəzək, sonra ona deyəcəm. Bu kim ya? Gelmişler ikinci sorgusu tutup. Dayısan, emsen, atasısan. Kimsen, lava sen? Ümidin idman müəllimi diye. O gəlib... Ala sən bankələ. Kim deyəcək? Ümid deyib də. Tom hoşuma gelmedi ya bu işte. Ricadan da. Oyundan ne haber var? Rizvanla danışmışam. Saat 4'te buradadır. Onda hazırlığa görün ha. Ne yaptınız? Yox. Ümidi yığmısan ha? Yox, indi danışırım. Kanun. Bu oyun. Sen karışma. İlham necəsən? Sağlığın qədər sağlığın. Alo, hə Vüqar. Ümid necəsən? Yaxşıyam, sən necəsən? Danışa bilirsən? Hə, buyur. Vacib işin yoxsa gəl bura avtoservisə. Hə, birazdan gələrəm. Yaxşı, mütləq. Hardasan ki? Xəyalə ilə çıxmışam, gəzdirəm onu. Nə olub ki? Gəl avtoservisə yaxşı bir iş var.
Yaxşı, yaxşı, gələcəm. Bu Baybakın yiyəsi gəlib çıxmadı. Xəyalə. Hikmət ekspertizanın nəticələri məlum oldu. 3-cü qan qrupu. Mübahisələrimiz öz təsdiqini tapdı. Yəni, kitabın üzərindəki qan ləkəsi ilə Səttar Salmanovun analizləri eyni çıxdı. Hər şey aydındır. Deməli, Səttar Salmanov öz evində öldürülüb, sonra da cəsəd dənizə atılıb. Amma bu işdə şübhələndiyim bir nəfər də var. Kim? Rafiq Qafarzadə. Məncə onun bu işdə heç bir adiyyəti yoxdur. Mən Rızadan şübhələnirəm. Bugün də şübhəm laf çox artdı. Kızım. Bugün bazardı, hava da hoştu. Ne oturmuşsan evde? Belki gider biraz gezek. Ata, bugün işim çoxdur. Yazım var, sabaha çatdırmalıyam. Hiç olmasa o uşaqla görüşək. Ümid edirəm. Hə, sabah danışaram. Sabah mütləq gələcəm. Bax, xala gəl. Xala. Allah sənə qurban olsun. Necəsən? Yaxşıyam. Necəsən xalası? Sağ sənə. Çoxdandır görsənmirsən, salamatlıqdır. Salamatlıqdır, biraz evdə işlərim var idi. Həm də bu Safran dedikodusundan biraz dedim uzaq olun. Əşi, bibidir, ona fikir vermə. Ev bizimdir, nə vaxt istəsən gəl, yaxşı? Elə yaxşı gəlmişəm. Mənim 1-2 saatlıq işim var. Xəyaliyə də baxarsan da yaxşı. Hara gelirsən, nə işdir? İşim var da. Hardadır? Sonra danışarıq da işim. Gedim sonra danışacaq, yaxşı? Gələcəm 1-2 saatda, yaxşı Xəyali? Keç. Muito. Əhməd əmi, bu nədir belə? Sürpriz hədiyən budur. Budur. Çox qəşəngdir. Mənə heç vaxt belə şahmat taxtası verən olmamışdı. Çox sağ ol Əhməd. O gün olsun, dünya çempionu olasan. Səsin uzaq ölkələrdə şahmat qalibi kimi gəlsin. Onda biz də sevinərdik. Əhməd əmi, bəs maraqlı deyə bunu nə qədər vaxtda düzəltmisən? Çoxdandır bunun üstündə işləyirəm. Gecələr də işləmişəm. İstəyirdim ki, sənin adına layiq bir sürpriz edeyim. Necədir? Bəyənirsən? Əlbəttə bəyənirəm. Mənə belə hədiyyə verən olmamışdı həqiqətən. Bunu məndən xatirə kimi saxla. Yaxşı. Yaxşı. Əhməd əmiyə də görün, dərsləri necədir? Yaxşıdır. İşləyirəm. Bir təhər çatdırıram da oxuyuram. Bir təhər çatdırırsa. O gün dükanın qabağında Səfurəni gördüm.
Ayaqüstü biraz söhbət elədik. Oradan buradan danışdı, dedi. Nəsə, axır zamanlar Ümid dərslərində çox fikir vermir. Biraz şikayət elədi. Bilməm nə olub. Amma uşaq elə bir dəyişilib. Öz anamızda İlqarı da gördüm. O gün məhəlləyə gəlmişdi. O da səndən elə belə balaca şikayətləndi ki, bir bu uşaq elə bir nəsə olub, dəyişilib. Dərslərinə yaxşı fikir vermir. Əşi bibidir də. Yəqin narahatdır, ona görə belə danışır. Dərslərimi də oxuyuram. Narahat olma. Ümid, rəhmətli Qədirin də, Arzunun da bir arzusu vardı ki, sən yaxşı oxuyub universitetə qəbul olasan. Sən əlaçı olanda Arzu bilirsən necə sevinirdi. Ürəyi dağ boyda olurdu. Odur ki, sən gərək bundan sonra öz dərslərinə çox fikir verəsən. Ondan da yaxşı oxuyasan ki, o rəhmətliklərin də ruhu şad olsun. Çalışacağam Əhməd əmi, söz verirəm. İnşallah onların da ruhu şad olar, amin. Kişi kimi. Söz verirəm. Oğulsan. Bax, xoşum gəldi səndən. İnşallah. Nə gözəl əl işidir, qardaş. Bu zonda düzəlib. Yo, bunu atamın dostu düzəldib, sağ olsun. Necə dəqiq işləyib. Taxtanı işləyirsən. Xanım oğlum, amma sənə deyim ki, sənət əsəridir ya. Əlbəttə, əl işin qiyməti olmur ki. Necə dəqiq işləyib, zab. Bunu çörət olar, minimum qiyməti var. Doğrudan. Məsələn, əl işin qiyməti bax olur. Xanım oğlum, düz deyirlər ki, bu suyun altında da oynamaq olur. Ola, sənin başın boş idi. Tulka deyəndən sonra o içində olan olmayan da gedib. Etibar kimdir? Oynaya bilirsən. Etibar, bir nəfər tanıyıram, o da bizdə məktəbdə müəllimdir. Nə olub ki? Müəllim? Hə, İtman müəllimdir. Mənim da mənim. Heç nə, bir gün buraya gəlmişdi. Niyə? Sən haqqında sorğu-sual elədi. Oğlum, fəriz. Bizi hədələdi, getdi. Sintmələr. Da sağ olursun. Qaşdan yaman. Çox qəşəng işləyib. Tutun. Sabah deyirəm buna, çörət olan minimum qiyməti var. Çox qəşəngdir, xanım oğlum. Ümid, o atonun dostu Nərzat da düzəldi. Ha, hər şey düzəldi. Bir də Ənlər özümüz üçün deyərdik. Hörmətlə deyək, hə. Sən oynaya da bilirsən axı. Sağ ol. Salam, buyurun. Rafiq bəy buradadır. Kim idi? Prokurorluqdan Hikmət Rəsulov. Bir dəqiqə gözləyin. Xəbər eləyim. Yaxşı. Prokurorluqdan Hikmət Rəsulov. Sizinlə bir məsələ haqqında danışmaq istəyirəm. Bilirəm, münasib vaxt deyil, amma gərək mənə vaxtınızı ayırasınız. Buyurun, danışaq. Törədilmiş qətllə bağlı bir neçə sualım olacaq. Buyurun, eşidirəm siz. Səttar Salmanov. Ekspertiza nəticəsinə əsasən öz evində qətlə yetirilib. Qətlə yetirilib? Bəli. Küt alətlə başına dəyən zərbədən ölüb. Sonra cəsədi dənizə atılıb. Cəsəd bir həftə dənizdə qaldığı ehtimal olunur.
Təəssüf edirəm. Düz deyə aramız onunla elə də isti deyildi, amma bir insanın bu cür qətlə yetirilməsi ancaq təəssüf hissi doğura bilər. Rafiq müəllim, Səttar Salmanovun qətli ilə bağlı bir məlumatınız olmayıb? Xeyr, qətiyyən. İlk dəfə də indi sizdən eşidirəm. Özüm də şokdayım. Bəs oğlu Rızanı tanıyırsınız? Elə atasının ev məsələsinə görə görüşmüşük, danışmışıq. Elə ofisdə burada Rıza haqqında bir kəlmə demək olar, o da İyibəc övlad, əssalam. Bir də bir sual soruşum, çox üzr istəyirəm. Burnunuzdakı bu yara nə yarasıdır? Heç maşına minəndə külək qapını çırpdı üzümə. Bakı küləklər şəhəridir də, neynəmək olar? Aydındır. Bir də tikinti ərazisində müşahidə kameralarının görüntüsü mənə lazım olacaq. Hə, əlbəttə. Lap elə günü sabah göstərə bilərəm sizə. Oldu, xəbərləşərik. Xəbərləşərik. Çay, kofe heç yaxşı olmadı. Yox, ehtiyac yoxdur, çox sağ olun. Sağ olun. Sağ olun. Mat. Sen kimsən? Ümid. Bu uşaq tapıntıdır. Şokdayım mən.
Sənə deyim ki, onunla yaxşı pullar qazana bilərsiniz. Bilərik. Ona görə də fikirləş. Əgər yaxşı pul qazanmaq istəyirsənsə, xəbər elə, belə oyunlar təşkil edək, yaxşı qazancımız olacaq. Bu da mən verəcəyim. Gözləyəcəm. Mənim fikrimcə ümidin qələbəsini qeyd etməyin əsl vaxtıdır. Sağ ol. Çempionlar Ligası. Ola bilsin şahmat oynaya bilməyim, amma bu mənliyim. Bilədir. Ha bu kadar. Kaşır. Sağ ol. Yani bir hobi. Sağ ol. Yoksa. Eğlenin. Gel dur. Hə Ümid? Ümid. Ama tam qəşəng yox da. Zaman sen çempiyonatı da fazla. Dünya çempiyonatı. Hə. Ümid. Eybi Ümid. Öyrənən sən də. Kalalından yaxşı oynuyor. Ha mənəm. Baxın. Bas klasa bak. Ama xalam oğlu, müqayyət ol yıxılmayasın. Yıkılır tezden başlar. Diyan bak. Soğuk oğlu. Ya özüydü. Özü. Ya fırsatıyor. Aferin bana. Sen de şok bak. 2 kabaldı yan pahalı oldu. 23. Dur sen. Dur. Vay. Yani bak ne zaman bakın. At özü gedəcək. Değdi. Ona göre de buradan çıxırıq. Çıxandan sonra da geri bir dənə qəşəng pomidor yumurta yiyək. Başım ağladı. Ona göre de 3'ün üstüne 2 gələndə 5 eləyir. Mesela bir yer kirası düzde. Ama bura bilsin. Aha. Ha da bu daşı götürə bildir. Bu topu necə vuracaq? Vay ya. Ha xalalı. Ha. Götürə bildir. Bu topu necə vuracaq? Vay ya. Xalalı oradan atır.
olub yenə buna qaşqabaqda? Yaxşı bilirsən. İndi də cəmaatın içində məni alçatmağa başlamısan. Özü də gözümün qabağında. Nə danışırsan, sən? Düzəməli de görüm nə demək istəyirsən. Mənlə tapmaca ilə zadla danışma. İndi başa düşürəm əvvəlki yoldaşın nədən çərriyib ölüb. Səsini kəs. Nərgizin adını dilvə gətirmə. Sən onun atılan dırnağı da ola bilməzsən. Başa düşdün? Özünə yeni oyuncaq tapmısan, hə? İndi də oğlunun sinif rəhbərinə gözün düşüb. Alçaq. Sənə kişiliyə hədiyyə eləmək istirdim, tapmadım. Özün içini doldurarsan. Dayan. Ay, sən şərəfsiz. Sinifdə yoxdur, deyəsən dərsə gəlməyib. Siz əsas çempionunuza deyin ki, yaxşı hazırlaşsın. Bu dəfə rəqibi çox ciddi oyuncu olacaq. Güclü olmaq istəmirəm. Mən sadəcə sizin oğlunuz olmaq istəyirəm, başqa heç nə. Üsmidə nə? Vallahi bilmirəm. Gördüm xəyala təkcə gətirdim. Səhərdən axşamacan hamballıq elə bu evdə. Hələ bir evin içində səni adam yerinə də qoymasınlar. Sənə dediyim sözə görə üzr istəyirəm. Elədiyim hərəkətə görə yox. Bir çay dağıdım. Təsadüfən oldu.